Saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaşan çökə-çökə ayrıldı biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldı biz. Baharımız qışa döndü, dona-dona ayrıldı biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldı biz. Kıvrım saç. Ha, al bunu da götür. Götür görüm. Əmi, Götür. başım hərlənir. Daha istəmirəm. Birinci belə olur da. Adamın biraz başı fırlanır. Sonra yavaş-yavaş öyrəşirsən. Ha, işlərinin yaxşı olmağı üçün içirik. İç. Ey, işlərin yaxşı olsa qızımı sənə verəcəm. Danışdı? Ha, götür. Al. Ha, götür. Bax belə. İç. Axıra kimi yaşa. Bu başqa məsələ. Yaman sərt araq seçmişsiniz ha. Nə bilim. Dedilər bu yaxşıdır. Ümumiyyətlə mən sərt araq xoşlayıram. Götür. Birini də içək. Ha, bax belə. Götür. Əmi, başım yaman fırlanır. Bu axırıncısıdır. Götür. Mənə nəsə olub, deyəsən sərxoş olmuşam. Heç nə olmaz. Yeyib içən oğlan yaman olmaz. Al birini də götür. Axırıncıdır. Götür. Sevdiyin qızın şərəfinə. Götür içək. Onda geriyə yıl yoxdur. Hə, canın sağ olsun. Bax, bu əsl igid sözüdür. Gör bir nə vəziyyətdədir. Hələ mənim qızımla evlənmək istəyir. Sən burada otur, mən küçəyə çıxıb gəlirəm. Yaxşı? Salam aleyküm ana. Necəsiz? Əleykümə salam. Gəl. Ağlın başına gəldi? Hə ana. Həmin gün sizin xətrinizə dəydim. Düzünü desəm, elədiyiniz yaxşılıqları heç vaxt unuda bilmərəm. Ana, məni bağışlayın. Səhvini başa düşdün, hə? Başa düşdüm ana. Samir, sən yaxşı oğlansan. Amma nəvəmlə bağlı mənim öz planlarım var. Bağışlayın ana. Siz haqlısınız. Mənə söz verirsən ki, nəvəmin adını yadından çıxaracaqsan? Söz verirəm ana. Məni bağışlayın. Hər şeyi fikirləşib anladım. Bir də heç vaxt nəvənizlə danışmayacağam. Yaxşı. Səni bağışladım. Ana, onda işimə davam edə bilərəm. Məni çağırdınız ki, sənlik bir iş var. Hə, vacib iş var. Hə, deyin ana, dərhal onu yerinə yetirəcəm. Səma harasa yoxa çıxıb. Onu tapmaq lazımdır. Yaxşı ana, bunu elə bugün həll eləyəcəm.
güclüsən. Mən sənə inanıram. Yadındadır. Uşaqlıqdan həmişə məni qorumusan. Həmişə ən yaxşı şeyləri mənə tapıb gətirərdin. Məni sevindirmək üçün hər şeyə hazır idin. Mən isə sənə heç bir yaxşılıq eləmədim. Sən dünyadakı ən yaxşı insansan. Bir də məni belə qorxutma, yaxşı? Oyan. Aslan. Sema, Aslan. sen buradasan Sema. Buradayım. Beni çok korkuttun. Yaxşı ki özünə gəldin. Elə bildin məndən asanlıqla canını qutara biləcəksən. Məni qorxuttun. Çox qorxuttun. Məni bağışla. Gör nə vəziyyətdəsən. Niyə belə elədin? Niyə həmişə belə axmaqlıqlar eləyirsən? Nə oldu? Necə oldu bu vəziyyətə düşdün? Cavanlıq. Səndən xahiş eləyirəm. Cavanlıq deyib bir də belə şey eləmə, yaxşı? Arvadım kimi mənlə dalaşacaqsan. Aslan yaxşıdır? Yaxşıdır. Səmanı götürüb gəldin? Nigaran qalıb bura qayıtdım. Narahat olmayın, Səma buradadır. Doğrudan. Aslan özünə gəldi. İkisi söhbət eləyirlər. Allah sənə şükür. Onda mən də yanlarına gedim. Yox. Onlara mane olmayın. Düzünü desəm onlara yazığım gəlir. Nə? Yazığın gəlir? Demək istəyirsən ki, mərhəmətli insan olmusan? Ondansa arvadına zülm eləməyi yığışdır. Ümid eləyirəm, həmin gün onu öldürmədin. Yox, sağdır. Sağ olsa da bilirəm ki, öldürməkdən də pis vəziyyətə salmısan. Heç adam da öz halal arvadına qarşı belə amansız olar. Sən yaxşı insan deyilsən. Ey, danışığınıza fikir verin. Hə, istədiyimi deyə bilərəm. Mənə nə edə bilərsən? Yoxsa məni də öldürəcəksən? Yoxsa arvadın kimi məni də vuracaqsan? İnsan gərək biraz mərhəmətli olsun. Necəsən oğlum? Nə can? Nənə deyən dilinə qurban olum. Nənən sənə qurban balam. Şükür ki danışırsan. Səma harasa gedib, ona görə də bugün dərmanlarını mən verəcəm. Yox. Yox demə oğlum. Sən bu dərmanları içməlisən. Onda tez sağalacaqsan. Yox. Yox, içməsən olmaz oğlum. Yox. Götür iç. Yoxsa sağalmazsan. Belə. Nənən sənə qurban. Bax, hər şey yaxşı oldu. İndi isə biraz yat. Yaxşı? Mənim işlərim var.
Sağaldığına çox sevindim Elnur. Bu xəbəri eşidəndə atan da çox sevinəcək. Həkim, sizdən bir xahişim var. Əlbəttə. Mənim sağaldığımı heç kim bilməsin. Niyə? Nəsə problem var? Xahiş edirəm. Sizi razı salacağım. Yaxşı. Dilber, Cavidan, her şeye göre cevap vereceksiniz. Hər şeyə görə özün günahkarsan qızım. Gərək uşağını tələf eləməyəydin. Gərək dözüb yaşayaydın. Bir uşaq doğmalıydın. Ərin çox varlıdır. Hələ də gec deyil. Yenə də hamilə qala bilərsən. Ərinə bir oğul ver qızım. Heç vaxt. Ey, sən nə əldə eləmək istəyirsən, hə? Cavab ver. Buradan getmək istəyirəm. Qılıncla yaşaya bilmərəm. Ay qız, fikirləş danış. Əgər sən ondan ayrılsan, qılınc məni də evdən qovacaq. Ey, sonra hara gedərik? Küçəbə-küçə gəzəcəyik? Hə? Acından ölmərik. Başımıza bir çarə qılarıq. Kirayədə yaşayarıq. Vay, Mən işləyərəm. nə? Bu evdə əzab çəkməkdənsə belə daha yaxşıdır. Sən heç nə dediyini başa düşürsən? Hə? Sən hansı qadının işləyib gözəl həyat yaşadığını görmüsən? Elə demə. Tək başına yaşamaq göründüyü kimi asan deyil. Sən hələ bunu bilmirsən. Ağlını başına yığ. Qulaq as, peşman olmazsan. Mən burada çox qala bilməyəcəm ana. Axır bir gün öləcəm. Səndən əvvəlkilər də ölməyib, sən də ölməyəcəksən. Dözməlisən. Mən boşanacam. Hələ görəcəksən, bir iş tapıb işləyəcəm. Hər şeyin öhdəsindən gələcəyik. Yox. Boşanmayacaqsan. Əgər boşansan, adamlar nə deyər qızım? Nə vaxta kimi onun bunun sözləri ilə yaşayacaqsan ana? Sakit ol. Anana ağıl öyrətmə. Mən dedim, vəssalam. Boşanmayacaqsan. Bu evdən heç yerə getməyəcəksən. Bu evdən yalnız ölün çıxacaq. Bunu yadından çıxartma. Qılıncla bir-birinizə çox oxşayırsınız. Sən mənim arzularımı alt-üst eləyib bu adama ərə verdin. O isə mənim həyata olan marağımı öldürdü. Sənə də, ona da nifrət edirəm. Mən axmağam ki, burada oturub sənlə danışıram. Yaxşı, mən getməliyəm. Mən səni heç yerə buraxmayacağam. Getməsəm olmaz. Səma, Özünə gəldin. Vəziyyətin yaxşıdır. Səma. Mənim ürəyim rahatdır, çünki sən güclüsən. Hər şeyin ötəsindən gələcəksən. Mən indi mütləq getməliyəm. Getmə. Yanımda qal. Səma, mən sənsiz yaşaya bilmirəm. Səma, mən səndən evlənmək istəyirəm.
eşidirsən? Bu sözlərindən mənə əzab verirsən. Adam da xəstəxanada evlənmə təklif eləyər. Özünə əziyyət vermə. Əgər istəsən, sabah başqa cür evlənmə təklif eləyərəm. Bu mümkün deyil. Səbəbini özün bilirsən. Biz xoşbəxt ola bilmərik. Çünki xoşbəxt olmaq bizim qismətimizə yazılmayıb. Niyə belə eləyirsən Səma? Yəni bu qədər vəfasızsan. Yox, elə deyil. Xahiş edirəm, belə fikirləşmə. Yenə məndən ayrılırsan Səma. Pula görə, Belə suallar vermə. var dövlət üçün. Çünki cavab verə bilmirəm. Çünki bunların cavabı yoxdur. Gözlərimə bax. Düzünü de Səma. Niyə məni həyata qaytardın? Mən Özünə əziyyət vermə. ölsəm daha yaxşıydı. Niyə həyata qaytardın? Ölsəm daha yaxşı olardı. Səma. Sən ölsən, mən yaşaya bilmərəm. Mən uzaqdan da olsa səni görmək istəyirəm. Səma. Mənə başqa heç nə lazım deyil. Sən sağalmalısan. Başqa heç nə fikirləşmə, yaxşı? Yox Səma. Mən sənsiz... Səma. 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 Gitmə. Ay qardaş, oyan qardaş. Restoran bağlanır, evinizə gedin. Evinizə gedin qardaş. Burada yatıb qalmısınız. Bu dəqiqə. O gedib... Nə olub ay kişi? Xəstələnmisən? Bu nədir, içib gəlmisən? Səni zəhər içəsən Az elə. içdim, çox az. Biraz başımı qatdım. Görüm zəhərmara qalsın o arağı. Deyir az içmişəm. Nə qədər problemimiz var. Sən də içib kef eləyirsən. Sözümə axıra kimi qulaq as da. Heç nə eşitmək istəmirəm. Keyfimdən içməmişəm ki. Yaxşı, bəs niyə içmisən? Bayaq evə gələndə gördüm Fərrux qapının ağzında dayanıb. Nə? Evə girmək istəyirdi. Hə? Aha, qorxdum ki, Səltənət anaya nəsə deyər. Ona görə də başını qatıb onu kafeyə apardım. Hey. Onu orada içirdib sərxoş elədim. Ölsə necə olacaq ay kişi? Nə canı var ki, arıq bir şeydir. Keyfkə oxşayır. İçməkdən heç kim ölmür. Dedim gəlib burada dava salmasın da, ona görə. İçkidən bir-iki gün başı ağrıyacaq. Keyfi olmayacaq arvad. O vaxta qədər də biz onu neyniyəcəyimizi, bu məsələni necə həll eləyəcəyimizi sənlə məsləhətləşərik. Hə, düzdür. Amma yenə də odla oynayırsan. Bu heç yaxşı iş deyil. Hər şeyi gəlib Səltənət anaya danışsa necə olacaq? Onda nə olacaq, hə? Heç nə deməyəcək, deməyəcək. Deyə bilməz, Mən onu çox içirtdim. Bu da düzdür. Yaxşı, sən biraz yat. Mən də gedim görüm evdə nə var nə yox. Yoxlayıb Yaxşı, gəlirəm. get. Oldu, işində ol. Axşamınız xeyir ana. Axşamın xeyir. Oturub dincəlirsiniz. Hə, dincəlirəm. Yaxşı eləyirsiniz. Mən Samiri bağışladım. O
yeni evimizə qayıtdı. Siz çox ürək yumşaqsınız. Çox xeyirxah qadınsınız ana. Samir mənim köməyim olmadan qayıdıb, amma bunu Samirə başqa cür çatdıraram. İndi bütün işləri o görəcək. Əlbəttə. Əvvəlki kimi. İndi Səmanı tapıb mənim yanıma gətirəcək. Hə? Nə? Necə yəni Səma yoxa çıxıb? Məhtəl qalmışam. Telefonu evdədir, özü yoxdur. Hə? Hara getdiyini də deməyib. Yəqin nəsə iş dalınca gedib. Buralarda olar. O həmişə mənə deyib gedərdi. Nəsə bu dəfə heç kimə bildirmədən çıxıb gedib. Hə. Sənə bir sözüm var. Eşidirəm. Banuya bu qədər il tərbiyə verdin. O səni doğma anası hesab eləyir. Hə, elə mən də onu öz qızım hesab eləyirəm. Ona yaxşı başa sal. Qısası, Banu Samirlə danışmasın. Ona yaxın da getməsin. Mən Samiri xəbərdar elədim. Amma fikirləşirəm ki, sən də Banu ilə danışsan yaxşı olar. Yaxşı, yaxşı. Elə bu dəqiqə gedib danışaram. İstəmirəm yenə artıq söz-söhbət olsun. Yaxşı ana, oldu. Ürəyiniz rahat olsun. Siz nə desəz elə olacaq. İndi gedib danışaram. Danışaram ana, narahat olmayın. Yaxşı, gecəniz xeyrə qalsın. Sağ olun. Banu, mən səni sevirəm. Axmaq. Banu, yaxşısan? Nə olub ana? Samir gəlib, Samir gəlib. Doğrudan? Hə? Sən qaytardın? Yox, mən qaytarmamışam. Qoca özü qaytardı, amma... Ana! Hə? Yəni o qocanın da rəhmi var imiş? Sən demə var imiş. Hər nə olsa da bizim üçün yaxşı oldu qızım. Çünki mən Samirə söz vermişdim. Yadındadır? Demişdim ki, səni işə geri qaytaracam. Bu əla oldu, hə? Gedib Samirə deyəcəm. Yaman Deyəcəm, səni mən qaytardım. Bu mənim üçün əla olacaq. Düz fikirləşmisən ana. Mənim ona ərə getməyim üçün əla variantdır. Amma siz danışmamalısınız. Əgər qoca xəbər tutsa var ha, inan ki başını qoparacaq qızım. Samiri bu şərtlə qaytarıb, deyib ki, səndən görüşməməlidir. Ona görə də başını aşağı sal, ondan danışma. Yaxşı da ana. Sən fikirləşdiyin qədər axmaq deyiləm. Gördün, Samir məsələsi həll olundu. İndi Fərruxu sakitləşdirməliyəm. Fikir, mən fikirləşməliyəm. Görüm nə fikirləşirəm. Hər şey sən axmağa görə oldu. Axı mən neynədim ana? O cüllütlə münasibət qurmasaydın belə olmazdı. Boğub öldürəcəm səni. Yaxşı, mənim axmaq qızım, yaxşı. Axşamınız xeyir. Hardaydın? Niyə xəbər vermədən getmisən? Ana, o xəstəxanada idi. Qohumunun yanında. Onu oradan tapıb gətirdim. Bilirsiniz, qohumumun vəziyyəti birdən-birə pisləşib. Mən də tələsik çıxıb getdim. Hə, ana, doğrudan da qohumun vəziyyəti heç də yaxşı deyil. Özünü pis hiss eləyir. Ona görə də Səma qorxub ora gedib.
Anacan, sizə deməyi unutmuşam. Məni bağışlayın. Yaxşı. Bu bir də təkrar olunmasın. Qohumuna isə Allah şəfa versin. Sağ olun ana. Sən mənim gələcək gəlinimsən. Mənə öz qızım kimisən. Narahat oldum. Bundan sonra fikirləş, hərəkət elə. Məndən xəbərsiz heç yerə çıxmayacaqsan. Başa düşdün? Oldu. Bağışlayın. Yaxşı. Bağışladım. İndi get. Elnura baş çək. Yaxşı. İçəri girəcəksiniz? Yox, Axı o sizin qardaşınızdır. qardaşı olduğumu ona deməyin, xahiş edirəm. Niyə? Sonra deyərik. Qardaşım üçün stres olmasın. Yaxşı, oldu. Onun vəziyyəti yaxşıdır. Xeyli yaxşıdır. Tezliklə ayağa qalxacaq. Yaxşı. Yaxşısan? Çox sağ ol. Sənə nəsə lazım deyil. Əgər nəsə lazım olsa de. Yox. Lazım olsa deyərəm. Onda yaxşı. Gecən xeyrə qalsın. Sənin də gecən xeyrə. Sağ ol, yuxun şirin olsun. Toy hazırlıqlarına başla. Səmanı Elnurla evləndirəcəm. Ana. Qulluqçunu özünüzə gəlin gətirəcəksiniz. Bunun sənə qətiyyən dəxli yoxdur. Ana, Səma ilə mövqeyim eyni deyil axı. Oğulun işi oyundur. Qızın işi isə çox çətindir. Bu sözü eşitmisən? Qız öz mövqeyinə uyğun, özünə tay birinə ərə getməlidir. Oğlan üçün isə heç bir fərqi yoxdur. Hal-hazırda Elnurun yanına mütləq bir yoldaş lazımdır. İndi kimə elçi getsəm, var dövlət üçün qızını dərhal mənə verər. Amma Elnurun vəziyyəti necə olacaq? Mən öləndən sonra Elnur tək qala bilər. Onda Səma ömrü boyu qulluqçu olaraq qalacaq, hə? Yox, o qədər də yox. Elnur tezliklə sağalacaq. İnşallah anacan. Samir, səni bu məsələni müzakirə eləməyə çağırmamışam. Çağırdım ki, toya hazırlıq görəsən. Unutma. 5 gündən sonra toydu. Başa düşdün? Hey!
ümumiyyətlə sənin bu həyatda məqsədin nədir? Hey! Sən nənəm, eşidirsən ya yox? Deyirəm ki, sənin nəsə bir məqsədin var? Var. Sənin bu həyatda məqsədin nədir? Desəm gülməyəcəksiniz. De görün baxarıq. Sevdiyim qızla evlənmək. Yəni sənin sevdiyin qız da var? Nə deyim? Mən adam deyiləm. Yaxşı, de görüm o kimdir? O qız varlı birinin varisidir. Məni heç vecinə də almır. Mənə bax, o zəngin varis qız kimdir elə? Banu. Banu. Banu? Anamın nəvəsi? Salam. Mən səndən danışmalıyam. Oğlum. Necə gəldin? Ana, Hə? hələ yatmamısınız? Artıq çox gecdir. Hal əhvalını soruşmaq istəyirdim. Yaxşıyam. Sən də yat. Uzan. Gecən xeyrə qalsın, oğlum. Xeyrə qarşı. O, indi Səltənət ananın nəvəsidir, varisdir. Mən onu sevdiyim vaxtlar o, adi bir qız idi. Deməli belə. Amma o qoca məni işə götürmədi. Məni qəbul eləmədi. Deməli, vəziyyət beləymiş. Əgər o Banunu əldə eləsən, onu buradan götürüb apararsan, Hə, niyə belə deyirsiniz ki? sənə bir iş təklif eləmək istəyirəm. Əgər bunun öhdəsindən gəlsən, Banunu əldə eləyəcəksən. Amma ondan sonra yenə bir iş görəcəksən. Nə iş? O hiss eləmədən mirasdan imtina sənədinə qol çəkdirəcəksən. Bu sizin nəyinizə lazımdır? Bu sənin maraqlandırmasın. Sənə o qız lazımdır ya yox? Lazımdır. Mən başqa heç nə istəmirəm. Mən sənə təkcə Banunu yox, həm də maşın, pul verəcəm. Razısan? Ata-anası buna razı olmasa necə? Sən mənim dediyimi eləsən, onların razı olmaqdan başqa çıxış yolları qalmayacaq. Yaxşı. Razıyam. Amma öz başınalıq eləmədən mən dediklərimi eləyəcəksən, başa düşdün? Yaxşı. Danışdıq. Mən yalnız Banunu əldə eləmək istəyirəm. Səma, mən sən onu da bilmirəm. Görəsən neyniyim ki, sən mənim olasan. Ürəyimdə çox dərin yer tutmusan. Qızıma görə səndən evlənməliyəm. Şükür ki, vəziyyətin yaxşıdır. İndi tezliklə sağalacaqsan aslanım. İnşallah, xala. Daha bütün təhlükəli işlərdən uzaqlaş. Sakit öz həyatını yaşa balam. Hə, yeri gəlmişkən,
Həmin gün qılınc arvadını götürüb apardı, hə? Ümidvaram onu öldürməyib. Yox, narahat olma. Yəqin ki, öldürməz. Axı qanun var. Sən qılıncı yaxşı tanımırsan, xala. Narahat olma. O arvadını öldürməyəcək. Sən o yazıq qızdan heç xəbər almadın? Yox, axı qılıncın evini tanımıram. Həm də gecə-gündüz sənin yanındaydım. Evini tanımırsansa, öldürüb öldürmədiyini hardan bilirsən? Ondan sonra qılıncı görmüsən? Hə, bir dəfə gördüm. Arvadını soruşdum. Məni aldatmaz. Dedi ki, arvadı yaxşıdır. Ümidvaram o sağdır. Oğlum, sən tez sağalmağı fikirləş. Sonra evinə gedib özün xəbər alarsan. Düz deyirsən. Düzdür. Nəsə axır vaxtlar yalnız pis xəbərlər eşidirəm, xala. Yenə nə pis xəbər eşitmisən? Səma başqasına ərə gedir. Ona görə çox pis oluram. Kimə? Elnura. Axı o... Hə. Lap əvvəl Səma mənə yalandan dedi ki, özüm razı olmuşam. Sonra başa düşdüm ki, onu buna Səltənət ana məcbur eləyib. Səltənət ana niyə belə xüzbinlik eləyir? O sevmədiyi adama necə ərə gedə bilər? Bu insaflı hərəkət deyil axı. Bilmirəm. Yazıq Səma. Yəqin bu qadın nəsə fikirləşib. Burada başqa məsələ var. Səhər tezdən yenə içirsən? Bəs neyniyim? Səmadan ayrılmağıma dözə bilmirəm. Axmaq. Bir qıza görə özünü məhv eləyirsən. Xəbərin var? Axı mən neyniyəcəyimi bilmirəm, bacı. O gözümün önündən getmir. Ey! Gör onu neçə dəfə əlindən qaçırtmısan, hə? Hər şey sənin bu axmaqlığına görə oldu. Bacı, istəyirəm ki, o məni sevsin. İki dünya bir olsa da bu olmayacaq. Hə, yeri gəlmişkən, təzə xəbəri eşitmisən? Nə təzə xəbərdir elə? Bütün Daşkənd bunu eşidib. Doğrudan sən eşitməmsən? Hə? De görək də, bacı, söhbəti uzatma. Sənin o gülmə şəkər Səman, Səltənət ananın nəvəsinə ərə gedir. Toyu da tez eləyəcəklər. Tezliklə toylar olacaq. Serial Space televiziyasının sifarişi ilə paylaşıldı. Gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. Oxuşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız, bizdən küsüb hara getdi.